Bu dərsimizdə 3D AutoCAD-da işləyəcəyimiz cizgi nümunələrinin əksər hissəsində görəcəyimiz ən əsas 2 alət ilə tanış olacaq. Bu dərsdə sizə Solid Editing-də olan 3 alət haqqında danışacağam ki, bunlardan ikisi ən vacib alətlərdəndir və bu alətlərin demək olar ki, istifadəsi çox sadədir və sadəcə bir seçimdən ibarətdirlər. Bunlar hansı seçimlərdir? Daha əvvəl çəkdiyim bir neçə cizgi nümunəsində də bu alətlər haqqında sizlərə qısa olaraq tanışlıq vermişəm. Tutaq ki, mənim belə bir boksum var və bu boksumun yanında həmçinin bir ədəd belə bir silindrim var. Bunlar bir-birinə bitişiblər. Daha sonra burada hətta bundan ayrı bir yerdə də silindrim ola bilər. Tamamilə bir-birlərindən uzaqdırlar. Görünüşümü buradan Shadow Grey-yə keçirirəm. Burada bizim Union seçimimiz var. Union seçimi nə işi yerinə yetirir? Silindrimin aşağısını bu arada daha öncə keçdiyimiz press pull aləti ilə sıxışdırıb bununla eyni ölçüyə gətirirəm. Burada bizim Union alətimiz var. Union aləti nə işi yerinə yetirir? Union aləti seçdiyimiz solidləri bir-birinə bağlayır və onları birləşdirir. Hal-hazırda bizim burada ayrı sirklımız və ayrı bir boksumuz var və bunların bir kəsişmə nöqtəsi var. Əgər biz bunları union eləsək, bunlar vahid bir cizgiyə çevriləcək. 3D-də də biz cizgiləri işləyərkən ayrı-ayrı onları işləyirik. Daha sonra isə ayrı-ayrı olan bu cizgiləri bir-biri ilə birləşdirib onları vahid cizgi halına gətiririk. Union alətinə daxil oldum. Çox sadədir. Məndən birləşdirmək istədiyim hissələri soruşur. Bu şəkildə seçim də eləyə bilərik, tək-tək də seçə bilərik. Mən bu şəkildə seçdim, Enter-ə tıkladım. Gördüyünüz kimi həmin arada olan o boşluq yoxa çıxdı və bunlar birləşərək vahid bir cizgi halına almış oldu. Əgər mən Union deyib bu ikisini də seçib Enter-ə tıklasam, bunları da bir-birinə birləşdirəcək. Yəni onların kəsişməsi vacib deyil. Kəsişmə olduğu zaman həmin o kəsişmə xəttini yoxa çıxardır və onları birləşdirir. Amma kəsişmə olmadığı zaman da onları sanki qrup halına salıb bu şəkildə birləşdirir. Amma bu şəkildə eləməyimiz gərəksizdir. Çünki bu bizə daha sonra problem yarada bilər. Bu cizgi bizə lazım ola bilər ki, ondan istifadə eləyək. Amma bu şəkildə elədiyimiz zaman artıq onları ayıra bilmirik. Ona görə də qrup halına salmağımız daha məsləhətlidir. Nəinki onları bu şəkildə union eləmək. Ctrl-Z eləyib indi geri qayıdıram ki, bunları bir-birindən ayırım. Yenə də Ctrl-Z eləyib qayıdıram. Union alətinin yəni istifadəsi bu şəkildə çox sadədir. Dərs videosunda çox danışmaq əvəzinə cizgi nümunəsində daha çox sizə göstərəcəm. Bununla bağlı, yəni Union və Substrakı tətbiq edəcəyimiz 5 dənə cizgi nümunəsi bu dərsdən sonraki videoda sizlərə göstərəcəm. Cizgi nümunəsinin üzərində artıq bu alətlərin vacib olduğunu özünüz görəcəksiniz. Ən son mərhələdə Union aləti tətbiq olunur. Yəni artıq cizginin bütün hissələrini çəkirik, birləşdiririk və son mərhələdə biz Union'dan istifadə edərək onları birləşdiririk. Substrak aləti isə Union'un əksinə olaraq çıxma işini yerinə yetirir. Substrak aləti, məsələn, mən burada hal-hazırda bunlar kəsişiblər. Bu kəsişmə hissəsindəki buranı kəsib çıxartmaq istəyirəm. Yəni ümumiyyətlə istəyirəm ki, burada bir boşluq yaransın. Substrak alətinə daxil oluram. Birinci nədən çıxacam, onu seçirəm. Bundan çıxacam. Enter tıklayıram. Nəyi çıxacam, bunu seçirəm. Və bir daha Enter tıklayıram. Gördüyünüz kimi həmin o hissəni burada yaratmış oldum. Cizgi nümunələrimizdə ən çox bunu görəcəyik ki, məsələn, mənim bu cizgim üzərində bir sirklım var və bu sirkla extrude verirəm. Düzdür, press pull alətində bunun daha qısa yolunu bir daha keçmişik. Mən gəlib məsələn bu cizginin üzərində həmin bu silindrin keçdiyi yerin boşluğunu yaratmaq istəyirəm. Yenə də substrakı seçdim. Cizgimi seçirəm, Enter tıklayıram və nəyi çıxacamsa oranı seçib Enter tıklayıram. Gördüyünüz kimi o boşluğu yaratmış oluram. İndi isə baxaq biz press pullda bunu necə keçmişdik. Press pullda belə keçmişdik ki, indi mən sildim səhvən onu, gəlib yenidən circle çəkirəm. Press pullda belə keçmişdik ki, həmin bu hissəni mən çıxmaq istəyirəmsə, gəlirəm. Press pull alətini seçirəm, buranı seçili hala gətirib aşağı dartaraq da çıxa bilirəm. Yəni istisnalar var. Bəzən olur ki, press pull alətinin tətbiqi mümkün olmur. Belə hallarda biz substrak alətindən istifadə edirik. Cizgi nümunəsində yenə dediyim kimi substrakın da əsas özəlliyini belə görəcəksiniz. Həmişə yəni circle deyil, bəzən elə formalar olur ki, o formaları çıxmaq üçün biz ilk olaraq o formanı normal qaydada solidin çəkirik, sonra gətirib üst-üstə qoyub həmin hissələri cizgidən çıxardırıq. Növbəti seçimimiz burada intersect alətidir ki, intersect aləti gəlin baxaq görək nə iş yerinə yetirir. Gəlirəm mən burada box alətini seçirəm. Bir ədəd bu şəkildə box çəkdim. Ölçüləri kiçik oldu, olsun. Buradan gəlib silindr çəkirəm və intersect alətinə daxil oluram. Məndən cizgiləri seçməyimi istəyir. 2 ədəd cizgini seçdim. Gördüyünüz kimi bir qədər interfere alətinə bənzəyir. Sadəcə burada biz həmin o cizgiləri seçəndən sonra kənarda qalan hissələri atır və sadəcə onların kəsişmə nöqtəsini saxlayır. Bir daha baxaq bu iki alətin fərqinə. Mən box çəkdim. Burada gəlib silindr çəkirəm. Uzadıram bunu.
bunu kopyalayıb bir kopyasını yanında yaradıram. Interfere ilə biz bunu elədiyimiz zaman gəldim, mən bu ikisini seçdim. Check first set dedim. Bizə bunun ortada qalan hissəsini göstərir ki, bunların kəsişmə nöqtəsi buradadır. Və biz delete seçimini elədiyimiz və close dediyimiz zaman həmin o kəsilmiş hissəni də bizim üçün ayırır, amma cizginin özünü pozmur. Yəni cizgi necədirsə o şəkildə də qalır. Mən move isə aləti ilə seçib bu kəsişmə hissəsini buradan çıxarda bilirəm. Amma cizgi də gördüyünüz kimi bütün hissələr öz yerində qalmış olur. Amma biri də var ki, mən istəyirəm sadəcə bu kəsişmə nöqtəsi qalsın və digər bütün hissələri kəsib atsın. Bu zaman isə gəlib biz intersect seçimini eləyirik. Kəsişən bu cizgiləri seçib enter tıklayırıq. Nəticədə həmin o kəsişmə nöqtəsi qalır, qalan bütün hissələr atılır. Bu seçimdən asılıdır. Biz istəyirikmi həmin hissələr qalsın, onda birinci alətdən istifadə edirik. Əgər qalmasını istəmiriksə, ikinci alət intersect alətindən istifadə edirik. Yəni gördüyünüz kimi bu alətlərin üçünün də istifadəsi çox sadədir. Yəni digərlərindən fərqli olaraq bu alətləri seçdiyimiz zaman aşağıda heç bir seçim açılmır. Bizdən sadəcə solidləri seçmək və əməliyyata uyğun olaraq onlar üzərində dəyişiklik etmək tələb olunur. Bu şəkildə dostlar, növbəti videoda artıq biz Solid Editingdə son keçdiyimiz bu 3 cizgiyə əsasən cizgi nümunələri işləməyə başlayacağıq və qarşımıza çıxdıqca həmin cizgi nümunələrində Solid Editingdə keçdiyimiz digər alətləri də tətbiq edəcəyik.